Quranda qəti şəkildə qadağan edilən işlər. 1. Günahsız bir cana qıymaq. Haqqı olmadan bir canı öldürən sanki bütün insanları öldürmüşdür. Maidə surəsi 32-ci ayə. 2. Zina və ona aparan yollar. Zinaya yaxınlaşmayın. İsra surəsi 32-ci ayə. 3. Faiz, yəni riba. Allah faizi haram, ticarəti isə halal etdi. Bəqərə surəsi 275-ci ayə. 4. Yetim malını haqsız yemək. Yetimlərin mallarını haqsız yerə yeyənlər qarınlarına ancaq od doldururlar. Nisa surəsi 10-cu ayə. 5. Rüşvət və haqsız qazanc. Aranızda mallarınızı batil yollarla yeməyin. Bəqərə surəsi 188-ci ayə. 6. Qumar və içki, məysir və xəmr. Ey iman gətirənlər! İçki, qumar, bütlər və fal oxları şeytan əməlindəndir. Onlardan uzaq durun ki, nicat tapasınız. Maidə surəsi 90-cı ayə. 7. Zülm və haqsızlıq. Allah zülm edənləri sevməz. Ali İmran surəsi 57-ci ayə.